Herkes bir dakika. Mikrofonu açıkmış şükür Allah'a. Herkese salam. Bir dakika. Ayarlamalar bir türlü bitmeyip ve videoya başlayamıyorum gecenin bir yarısı ayrıca. Herkese salam. Ben Mehman. Bugün kanal puanlamaya devam ederiz. Bu videoyu kimden görmüşdüm? Çok yadımda değil. Muhtemelen Azerbaycan kanalıydı. Hatta diyesem FX ya da Fix idi. İndi o kanallar yoktu diye bilirəm. Her neyse devam edək. Gerçi mən bu seriləri çoğunlukla çoğu insan kanaldakı çoxu insan məndən tanıyır. Amma mən heç vaxt deməmişəm ki, bu seriyi mən yaratmışam, mən gətirmişəm. Elə bir şey yoxdur. Mən sadəcə esinlənmişəm. E, Bunları o kanallarda görmüşəm. Bu seriləri kanal incələmədir, kanal puanlamadır və mən də öz kanalıma gətirdim. O qədər yəni. Bir dakika. Oo, Sakarya Fırat. Sakarya Fırat. Sakarya Fırat. Yo, Polat Alemdar'mış. Kurtlar Vadisi'ymiş. Editin tam kalitesine bakamayacağım çünkü musiki de edit. Editte esas mühim iki temel var. Bir usta editçilik, bir de musiki. Ama maalesef ki musiqiyi açamam, telifdən çəkinirəm. Kısa videolarda çox telif gəlmir, telif gəlir, amma çox gəlmir. Uzun videolarda isə çox gəlir. Oo, mən də baxıydım bu kanala. İndi bu qardaş, bu kanalına nə qədər çox ortaq baxdığımız kanal varmış. Neyse. Anlaşılan o ki kısa video var kanalıdır. Yani short ya da kısa uzun video var. Kısa uzun video var, ne teri olur bilmiyorum ama neyse. Bu kanalda görebileceğiniz en iyi yapay zeka videolar ve cilve Minecraft, Squid Game, Ben 10, Akıncı hepsi bu kanalda. Siz abone olun, destek verirseniz daha iyi videolar yapabilirim. Şimdiden herkese iyi seyirler. O açıklama bir hoşuma gitti yani yalan yok. Tarih 30 Mart 2023. Yeni kanal ya. Yeni kanal. Ha, bu arada yeni eviniz mübarək. Yeni ev çoxdan keçib, amma mən ancaq videonu çəkirəm yeni evdən bir gün sonra və ancaq bir mi iki gün mü sonra və bu videonu nə zaman yayınlayıram bilmirəm. Nəysə. 5423 baxış, gözəl. Yeni bir kanala görə ortalama, bəlkə də ortalama üstüm toplam. Postlara baxdım. İçma. Ne oldu? İnternet mi gitti? Ha, içma. Çizgi film ya, sinema filmi. Bence çok cilve ya. Cilveciyim ben. Cilvə demişkən uşaqlıq xatirələrim yadıma düşdü. Eskidən nə baxardım Planet Çocuğa, TRT Çocuğa çox sonralar baxdım. Çünki mən televizora baxanda 96% ən az Planet Çocuğa baxırdım. O qədər maraqlı serilər gəlirdi ki. Nə idi? Hansı serilər idi ya? Bir dəqiqə. Yox. Hop. Neydi? Optimus Prime değildi. Başka bir seriydi. Neyse. Bir diziydi. Maşınları atırdı ve enerji disklerini tutup dönüşürdüler. Dinozavr, kartal, ne bileyim tank, ona benzeyen bir şey.
Yəni Civə və Beyblade mantığı kimi düşünə bilərsiniz. Ondan sonra nələrə baxaydım. Planet Çocuğun klasik filmləri Ayda Maya falan işte. Qarşıma çıxaydım, baxaydım. Hani maraqsız da değildi ya. Ondan sonra nələr var idi? Bilmirəm ya. Bir çox əfsanə seridə Planet Çocuqla bərabər getdi. Böyük yıxım yaşamışdım. Ondan sonra məcbur TRT Çocuğa keçdim. TRT Çocuqda da tək maraqlandığım Dino Trucks'la şeydir. Tuhaf işlər takımı. Mən Civə dönəmini qaçırmışam anlaşılan. Civə dönəmini. Tələffüzümdə sıxıntı ola bilər. Nəysə keçmişimizi açmayaq, kanal puanlayaq. 79 152 55 min neçə. İndiki standartlara baxarsaq, kanalın normal standartlarını və yeniliyini gözə alasaq, 8,5 ya da 8 deyə bilərəm. Əfsanə kanallarla mücadilə edərsə biraz sönük qalır. Gerçi əfsanə kanallarla mücadilə edəndə belə egoistlik kimi çıxmasın. Birdən deyə bilərsiniz ki, özünü də görə bilər. Yox. Mən əfsanə deyiləm. Və o kanalların yanında mən heç nəyəm deyə bilərəm. Çünki mən özümə dürüst olmağa çalışıram. O yüzden eleştiriyə, yəni tənqidə də razıyam. Tənqid edə bilərsiniz yəni. Təhqir yox, tənqid. Aradakı cızığı saxladığınız müddətcə problem yoxdur. Sonuçta təhqirlər də insanın faydasınadır. Hətta təhqirlər daha çox faydasınadır insanın. Tabii bunu anlayamayanlar da var. Neçə minlik, neçə milyonluq kanal var. Bəzən anlamayanları görürəm. Bəzən də 100 neçə abunələrə rağmen biraz çox deyərlər, egoistliyi olanları görürəm. Hamımız yaşamışsızdır ya. İnşallah onlardan birisi olmamaq diləyi və görüşərik. Özünüzə yaxşı baxın. Videonu da sonlandırırım.